Salamlar hər kəsə. Bu gün mən sizə Qoca və Dəniz əsərinin təhlilini verirəm. Əsərin müəllifi Amerikalı yazıcı Ernest Hemingway idi və bu əsəri 1950-ci ildə çap etdirib. Bu əvvəlki romanlarından fərqli olaraq tənqidçilərə cavab kimi yazılıb. Yəni tənqidçilər onun əsərlərini, bunun əvvəlki əsərlərini yazıcı kimi onu sübut edə bilmədiyi üçün tənqid edirdilər. Lakin müəllif məhz bu əsəri ilə özünü sübut eləməyə çalışır ki, o hələ də yazıçılıq karyerasını bitirməyib. Eynən Qoca və Dənizdəki qoca kimi. Qoca da əsərin orijinalından görürük ki, özünü sanki o fikirlərə qarşı sübut eləməyə çalışır ki, mən həqiqətən də yaxşı bir balıqçıyam. Əsəri cəmi 6 həftəyə yazıb müəllif və bundan sonra 1953-cü ildə Pulitzer mükafatı qazanıb bu əsərə görə. 1954-cü ildə isə ədəbiyyat üzrə Nobel mükafatı qazandırıb bu əsər ona. Və real həyat hadisələrindən bəhrələnib təbii ki, özünün müşahidələri əsasında 16 il əvvəl, yəni 1936-cı ildə bir jurnal üçün yazdığı qısa məqalədən götürüb o illər boyu o Kubada yaşayarkən eşitdiyi əsl balıqçı hadisələrini, dəniz təcrübələrini bu əsərə hopdurmuşdu. Və bəzi təhlilçilərə, ümumiyyətlə təhlil edən şəxslərə görə əsərdəki dəniz ədəbiyyat dünyasını, nəhəng balığı isə yazıçının əsərlərini, köpək balıqları isə amansız tənqidçiləri simvolizə edir. Əsərin baş qəhrəmanı Santiago adlı qoca dənizçidir və o deməli 84 gün balıq tuta bilmir və artıq cəmiyyət üçün bitmiş bir balıqçıdır. Amma Hemingway bu sakit başlanğıcdan oxucuya göstərir ki, qarşıdakı hekayə qələbə haqqında deyil, dözüm və ləyaqət haqqındadır. Əsərin fəlsəfəsi də elə ilk sətirlərdən görünür. İnsanın taleyinə verdiyi səssiz cavab üzərində qurulur. Yəni bir növ öz taleyi ilə barışmır əslində qoca. Hətta onun əsərin orijinalında görünür ki, balıqdan qayıdandan sonra, o böyük balığı tutub qayıdandan sonra özünün məğlub edildiyini düşünür. Halbuki özü düşünürdü ki, insan övladı məğlubiyyət üçün doğulmayıb. Amma düşünür ki, məğlub olub. Hətta Manolin onun, yəni orada balaca oğlan, onun başının üzərində dayanır, ona kömək eləyir və ona inanan yeganə şəxslərdən idi Manolin. Və görür ki, qoca qışqıraraq ağlayır. Yəni yuxuda gələndən sonra böyük bir depressiya yaşayır, balıqdan gələndən sonra. Yuxuda tez-tez qışqırırdı və ağlayırdı. Amma Manolin onu sakitləşdirir, deyir ki, sən əslində qalib gəlmisən, çünki bu balığı tutub gətirmək hər adamın işi deyil. Sən köpək balıqlarına məğlub olmusan, sadəcə yəni onların amansızlığına məğlub olmusan. Və deməli, Santiago dənizə hər gün çıxan adi bir balıqçı deyil, o dənizi düşmən kimi görmür. Dəniz onun üçün həyatın özüdür və dəniz bəzən nəyisə verən, bəzən nəyisə alan, amma heç vaxt izah etməyən bir qüvvədir. Bu baxımdan dəniz ilahi iradənin simvoluna çevrilir. Yəni nə cəzalandırıcıdır, nə də mərhəmətlidir. Sadəcə mövcuddur. Santiago dənizə insan, necə ki, ümumiyyətlə dənizə münasibəti insanın Tanrı ilə münasibətini xatırladır. Yəni sual vermədən, şikayət etmədən, hörmətlə. Manolin isə əsərin mənəvi dayaq nöqtəsidir. Valideynlərinin qocanı uğursuz Salawe adlandırmağına baxmayaraq, uşaq onu tərk eləmir. Həmişə onun yanındadır. Bu münasibət nəticəyə əsaslanan dünyaya qarşı səssiz bir etirazdır əslində. Manolin Santiago'ya qazandığına görə yox, kim olduğuna görə inanır. Yəni tutduğu balıqlara görə yox, Santiago'nun şəxsiyyətinə görə ona inanır. Hemingway burada insanın həqiqi dəyərinin ictimai ölçülərlə, yəni malda, mülkdə, pulda, şöhrətdə deyil. Baxın, eyni şeyi məsələn, düzdür, bu əsər dərsliklərdə yoxdur. Jack London'un Martin Eden əsəri üçün də deyə bilərik ki, Martin Eden də əvvəl yoxsul bir insan idi. Sonra o deməli oxuyur,
kitablar mütaliə eləyir və yazır, yaradır. Əvvəl uğursuzluqlarla üzləşsə də, sonra uğur qazanır. Amma görür ki, onun ətrafında toplanan insanlar onun şəxsiyyətinə görə deyil, qazandığı uğurlara görə yanındadılar sadəcə. Və buna görə də depressiyaya düşüb intihar eləyir. Burada da eyni ilə Manolin Santiago'ya münasibətində onun şan-şöhrətinə, uğurlarına görə deyil və yaxud uğursuzluqlarına görə deyil, sadəcə onun özünə görə yanındaydı, onun dəyərinə görə. Müəllif demək istəyir ki, insanın həqiqi dəyəri ictimai ölçülərlə deyil, insani bağlarla müəyyənləşir. Və qoca nəhəng balıqla arasındakı mübarizə sadəcə ov səhnəsi deyil, insanın taleyi ilə qarşılaşmasıdır. Günlərlə davam edən bu səssiz savaşda Santiago təbii ki, balığı düşmən saymır, hətta ona hörmət eləyir, hətta bəzən onu qardaşım deyə çağırır. Balıq maddi qazancın yox, mənəvi sınağın simvoluna çevrilir. Santiago üçün əsas olan balığı öldürmək deyildi, bu mübarizəyə layiq olmaq idi. Məhz buna görə də bu əsər Nobel mükafatına layiq görülüb. Əsərdə heç vaxt əsərlərdə hansısa bədii təsvir və ifadə vasitələri təkcə öz gücünə əsəri mənalı eləmir. Əsəri fikirlər mənalı eləyir. Qoyduğu ideya mənalı eləyir ki, burada da məhz bu ideya bu əsəri həqiqətən də dünyaca məşhur əsər səviyyəsinə gətirib çıxara bilir. O iki avarlı balaca qayıqda Gulfstreamdə tək başına balıq tuturdu. Gulfstream ərazidir, məkandır. Tək başına balıq tutur. İki avarlı balaca qayıqda. Düz 84 gün idi ki, dənizə gedir. Hər dəfə də əli boş qayıdırdı. İlk 40 gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Deməli, bu 84 günün ilk 40 gününü Manolin onunla bir yerdə gedir. Burada düz adı keçmir hələ ki, amma balaca oğlan Manolindən söhbət gedir. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. Deməli, uşağın qocadan ayrılmağına səbəb əslində onun valideynləri idi ki, o balıq tuta bilmədiyi üçün qocanı uğursuz hesab edirlər və uşaq onunla getməli olmur, sonra gedə bilmir. Yəni, valideynlərinin təkidinə görə belə olur. Və 44 gün ərzində bu 84 günün 40 gününü uşaqla getmişdisə, 44 gününü hesablayanda tək gedəcək təbii ki. Manolinin atası ən çox təkid edir ki, qocadan ayrılsın. Başqa bir qayıqda balıqçılığı davam etdirir. Valideynlərinin sözünə hörmət qoyur, yəni onları sındırmır sözlərini. Amma eyni zamanda da etimad eləmir. Çünki qocanın uğursuz olduğuna inanmırdı. Birinci həftədə 3 iri balıqla geri dönür. Manolindən söhbət gedir təbii ki. Və gəlin davam eləyək. Deməli, o da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa gedir. Özü də birinci həftə 3 iri balıq gətirir. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əli boş qayıdanda uşağın ona yazığı gəlir. Yəni görür də, müşahidə edir ki, əli boş gəlir. O hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini, kəndiləri, yelkən dolanmış dor ağacını ya da nizəni daşımağa kömək edirdi. Yelkən başdan başa yamaq içində idi. Dor ağacına sarılmış bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düçar olmuş alay bayrağına oxşayırdı. Alay bayrağı yelkəni alay bayrağına bənzədilir. Alay bayrağı birisi üç bucaq formasında olur. Bu da döyüş bayrağı. Yelkəni məhz ona bənzədir. Məğlubiyyətə uğramış amma alay bayrağına. Bu yelkənli qayığı idi bu arada yazıçının qayığı. Burada deyir ki, uşağın qoca balıqçıya böyük rəğbət bəsləməsinə səbəb sizcə nədir və həmçinin bu təsvir yazıçının hansı niyyətini ifadə edir? Uşaq qoca balıqçıya sizcə nə üçün inanırdı? Şərhlərdə bildirsəniz, məmnun olaram. Usanmış yorğun qoca balıqçı çox arıq idi. Peysərin, yəni boynunu dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Təbii ki, günün altında qaldığı üçün çox vaxt, ona görə bu normal bir haldır. Və ləkələr hər iki yanağı boyu sifəti ilə üzü aşağı boynuna qədər yayılırdı.
Daha sonra davam eləyək. Onun burada görürük ki, təsviri var, portreti var. Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq eləmişdi. Hətta bu qoca balıqçı axırıncı dəfə ovladığı o böyük balığı gətirəndə əlinin biri tamamilə iflic olmuşdu. Partlamışdı damarları. O gah əlini yəni sarıyıb birtər, həmin əlini nə qədər güc verməsə də çalışırdı ki, 2 gün heç olmasa, bu arada əsərin orijinalını oxusaz görərsiniz ki, balıqçı o balıq neçə gün onu süründürür də əməlli başlı. 3-4 gün o balığın hara üzməyinə əsasən, yəni balıq aparırdı qayığı bir sözlə, ona əsasən hərəkət eləyirdi. Və əli də sıradan çıxmışdı, yəni məhv olmuşdu da əli balıqçının. Nizəsi, bıçağı, hamısını, yəni köpək balıqları məhv eləmişdi. Gah nizəsini, gah süngüsünü deməli taxtaya keçirir, taxtaya yapışdırır, onunla yəni köpək balıqları ilə mübarizə aparır. Sona qədər mübarizə aparır bir sözlə. Amma balığını vermir, balığı skelet olaraq qalana qədər vermir. Deməli, heç biri təzə deyildi bu yarıqların. Bu artıq illərin yarıqları idi. Hamısı da susuz səhradakı köhnə çatdara oxşuyurdu. Baxın, yarıqları da nəyəsə bənzədir müəllif. Çatdara bənzədir səhradakı. Özü qoca olsa da dəniz kimi mavi gözlərində gənclik ehtirası var idi. O gözlər qocanın nə qədər məğlub edilməz olduğunu göstərirdi. Sual düşdü ki, qocanın məğlub edilməzliyini harda görə bilərik, nədə görə bilərik? Onun hələ də gənclik ehtirası olan gözlərində, mavi gözlərində, dəniz kimi gözlərində. Demək ki, qoca özü qoca olsa da heç vaxt, yəni gözlərindən biz bilirik ki, qocalığa məğlub edilmir. Məğlub edilməyəcək bir obrazdır. Santiago oğlan deməli qocaya belə müraciət eləyir, hörmətlə müraciət eləyir. Bundan sonra mən dənizə yenə də sənlə gedəcəm. Biraz pul qazanmışam. Onlar qayığı sahildə yerbəyer eləyib yoxuşla qəsəbəyə qalxdılar. Deməli, oğlan qocaya deyir ki, sənlə gedəcəm, biraz pul qazanmışam. Yəni, Manoli ümumiyyətlə necə bir insan idi? Qocadan ayrılsa belə, hər dəfə dənizdən əli boş dönməyinə kədərlənən, halına acıyan, hər axşam ona kömək eləyən, sonra burada da pul qazandığı üçün yenidən qoca ilə dənizə çıxa biləcəyini düşünən bir insandır. Əslində, onun bu qoca balıqçıya olan sevgisinin əsasında ondan balıqçılığın ilk sirlərini öyrənməsi dururdu. Qoca balıqçı onun əslində müəllimi idi. Bu işin bütün sirlərini ona dərindən öyrətmişdi. Yəni bir sözlə onu çörəyə çatdırmışdı. Ona görə də qoca balıqçı dərin bir hörmət bəsləyirdi. Onu çox sevirdi. Qoca dilləndi. Yox bala, indiki yerin yaxşı. Deməli, bu deyir ki, səndən gedəcəm. Qoca da deyir ki, yox bala, indiki yerin daha yaxşıdır. Bəxtin gətirir, orada qal. Yadında da bir dəfə 87 gün hər səhər, baxın, deməli bu qoca ilə bir yerdə Manolin 87 gün bir dəfə dənizə gedib. Hər səhər dənizə gedib. Və bir dənə də balıq tuta bilmir. Sonra 3 həftə gündə iri balıqla dənizə, sahilə qayıdır. O da deyir ki, qoca deyir ki, yadımdadır. Sözün təsdiqləyir. Bilirəm ki, yanımdan öz xoşunla getməmisən, mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır. Yəni, bir sözlə qoca ona demək istəyir ki, mən sənə inanıram. Yəni, bilirəm ki, mənim yanımdan öz istəyinə getməmisən, sən kimlərsə məcbur edib çıxmısan. Yəni, məni sevdiyini, mənə hörmət elədiyini bilirəm, görürəm demək istəyir. Və deyir ki, qoca oğlan, ümumiyyətlə qoca oğlanın, balaca oğlanın bəxtini gətirdiyini düşünür. Ona görə də deyir ki, öz qayığında qal. Bu daha uyğun olar sənə. Oğlan isə, bax biz oğlanın nitqindən görürük ki, 87 gün boyunca dənizə geçsələr də heç bir balıq tuta bilməyiblər. Amma növbəti 3 həftə ərzində hər gün iri bir balıqla sahilə geri dönüblər. Bir zamanlar eyni şeyi yaşadıqlarını xatırladıb, qocaya təsəlli verməyə çalışır əslində. Amma belə deyək də, qoca deyir ki, mən səni başa düşürəm. Yəni, bilirəm ki, öz xoşundan getməmsən, sən yenə də öz yerində qalsan yaxşıdır.
O da deyir ki, məni atam məcbur etdi. Özünü təmizə çıxartmağa çalışır. Oğlan ümumiyyətlə qocanın yanından ayrılmağına səbəb olaraq atasını göstərir. Uşaq olduğundan atasının sözündən çıxa bilmədin deyib, sanki özünə də bir haqq qazandırır. O da deyir ki, doğrudur, yaxşı eləmisən, başqa cür də ola bilməz deyən atanın sözünü dinlə. Demək istəyir bir sözdən bu qoca. Oğlan qocanı terras restoranına dəvət edir pivə içməyə. Deyir ki, terrasa gedib biraz pivə içək, şeyləri nə vaxt istəsəz evə apararıq, pivə pulunu mən verəcəm. O da deyir, lap yaxşı, niyə də içməyək? Və balıqçını qonaq eləyər də deyən Santiago'nun özüdür. Yəni uşaq demir ki, balıqçını, çünki qonaq eləyən Santiago deyil də, Manolin idi. Amma buna baxmayaraq balıqçını qonaq eləyər deyən Santiago'dur. Və belə deyək də, bəzən olur ki, insan kənardan hansısa insanlar tərəfindən məğlub edilməyə çalışır. Hansısa insanlara qarşı mübarizə aparır. Məsələn, Natəvanı buna nümunə göstərə bilərik. Oktay oğlunu nümunə göstərə bilərik. Fəxrəddini nümunə göstərə bilərik. Amma Fəxrəddin həm də mühitlə mübarizə aparırdı. Həm də insanlarla, həmin mühitin insanları ilə mübarizə aparırdı. Bir də var ki, insanlarla yox, onların düşüncələri ilə mübarizə aparasan. Burada qoca balıqçı məhz insanların düşüncələri ilə mübarizə aparır. Bu çox böyük bir şeydir və o düşüncələrə də qalib gəlməyi bacarır təbii ki. Onun sonunda, əsərin orijinalında görürük ki, hamı onun bu böyüklükdə balığı tutmağına, hələ də onun qüdrətinin sönmədiyinə təəccüb eləyirlər. Necə ki, Talvar əsərində Əli Abbas kişinin skamya filan düzəltməyi insanlarda təəccüb doğurmuşdu ki, hələ də yəni əvvəlki Əli Abbas kişidir də belə əl qabiliyyəti var. Eyni zamanda məsələn Manqurt əsərində də əlinin yaddaşı itməyib deyə, yəni Manqurta, daha doğrusu oğlana, manqurtlaşmış oğlana bu Juanlar deyirdilər ki, sənin əlinin yaddaşı itməyib. Hələ də yəni əvvəlki qüdrəti var da əlində ox atmaq qabiliyyətinə görə. Deməli, burada neynirlər? Terrasa gəlirlər və orada çoxlu balıqçı var idi. Qocanı görəndə gülə-gülə zarafata başlayırlar. Qoca isə bu zarafatlardan incimirdi. Tez-tez düşür ki, məsələn, ətrafdakıların qocaya münasibəti, qocanın ətrafdakılara münasibəti, ətrafdakı insanların qocaya münasibəti necə idi? Düzdür, qoca balıqçılar onun halına acıyırdı, amma bunu biruzə vermirdilər. Gənc balıqçılar isə onu, zəmanə gəncləridir, zarafata salıb gülüşürdülər. Amma yenə də deyirəm, bunların heç birindən qoca incimirdi, zarafatlardan incimirdi. Yəni bu zarafatlar da təbii ki, onun balıq tuta bilməməsi ilə bağlı idi. Yaşlı balıqçılar qocanın bu halına acıyır, biruzə vermirdilər. Bəxti gətirən balıqçılar hamısı restoranda toplaşır, hər kəs dənizdən əldə etdiyini yerbəyər eləyir. Baxın, bəxti gətirən deyərkən onu demək istəyir ki, indi burada ola bilər ki, bu Santiago'nun həqiqətən də bəxti gətirmirdi. Amma adam var ki, həqiqətən də bəxtəvərdir, şansı var və yəni adicə bir gün belə getsə. Tutaq ki, Santiago 87 gün idi gedirdi, 84 gün idi gedirdi dənizə 2 dəfə. Bir 87 dəfə, bir də 84 dəfə. Balıq tuta bilməmişdi. Amma adam da var ki, bəxti var. Bir gün gedir, bir gün ərzində nə qədər balıq tutur, gətirir. İndi bu bəxti gətirənlərlə Santiago'nu müqayisə eləyir. Ola bilər ki, Santiago'nun bəxti yox idi, amma bu demək deyil ki, o qüdrətli bir balıqçı deyil. Onun, yenə də deyirəm, daxili aləmi ilə bağlı bir şeydir. Manolin isə həmin o daxili aləmi başa düşürdü, anlayırdı. O daxili aləmə dəyər verirdi əsas. Və daha sonra onlar içini çıxarıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzmüşdülər. Balıqları ambarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Havana, səhv eləmirəmsə, bu da Kubada yerləşir. Kuba bilirsiniz bir dövlətdir və bu da həmin o ərazidə yerləşir. O dövlətdə yerləşən bir ərazidir.
Və köpək balığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər. Orada balıqları tirdən asıb özgəçlərini kəsmiş, qaraciyərlərini çıxarmış, dərlərini də soymuşdular. Duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışlar. Deməli, balıqların sonraki taleyi haqqında məlumat var burada. Neynirlər? Balıqçılar ümumiyyətlə külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Çünki orada balıq qurudulurdu, balıqlar gətirilirdi. Amma bu dəfə səmtini dəyişmişdi külək və şimaldan əsirdi. Sonra tamam kəsir, qoxu da azalır. Günün altında terrasda oturmaq adamın xoşuna gəlirdi. Oğlan dedi: "Santiago, hə, nə olub?" Qoca pivə stəkanını əlindən tutub dərin fikrə dalmışdı. Keçmişləri yadına salırdı. Deməli, gəlin ümumiləşdirək yenə. Gəlin ümumiləşdirək. Və balıqlar üçün təmizləyib taxtalara düzmüşlər. Çünki onları soyuducuya doldurub havana bazarına satmaq üçün aparacaqlar. Bu bir. İkincisi, köpək balığı, bəziləri köpək balığı tutmuşdu. Çünki onun qaraciyəri, köpək balığının qaraciyəri bilirsiniz ki, dərmandır. Ondan hətta dərman alınır. Və həmin bu köpək balığını tutub bəziləri limandakı balıq zavoduna təhvil vermişdilər. Və bu gün restoranda oturmaq insanlara xoş gəlirdi. Çünki külək istiqamətini dəyişib şimaldan əsirdi və zavoddan gələn qoxu azalmışdı. Qoca da əlindəki pivə stəkanını oturduğu yerdə keçmişini yadına salaraq içirdi pivə stəkanından. Və daha sonra indi burada deyir ki, Santiago yenə oğlan sözə başlayır. Nə olub deyə qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı. Keçmişləri yadına salırdı. İcazə ver gedim sənin üçün sabah bir neçə sardina tutum. Deməli icazə istəyir Santiago'dan. O da deyir ki, lazım deyil. Sən get beyzbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Doğru isə Rogelio atar, o da onun köməkçisi idi. Yox, gedəcəm. Madam ki, sənlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edim. Bax, burada oğlan özün günahkar istəyir. Çünki qocadan onun üçün bir neçə sardina tutmağına icazə verməyi istəyir. Onunla balığa gedə bilmədiyi üçün günahkar idi. Özü üçün, yəni özünə görə özünü günahkar hiss eləyir. Bu şəkildə ona kömək eləmək istəyir. Kömək eləmək niyyəti ondadır ki, biraz sanki özə təsəlli versin də, vicdanını rahatlatsın. Amma o da deyir ki, lazım deyil. Sən, yəni beyzbol oyna. Get deyir beyzbol. Demir get balıq tut. Deyir get beyzbol oyna. Mən özüm avar çəkə bilərəm. O da deyir yox, gedəcəm. Madam ki, sənlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edeyim. O da deyir ki, məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan. O da deyir, məni birinci dəfə dənizə aparanda neçə yaşın vardı? Bax, oğlan yenə keçmişi xatırladır. Ümumiyyətlə keçmişi xatırladan daha çox oğlandır, Manolindir. Yəni yada salan odur. Və qoca da oğlanı ilk dəfə balığa aparanda onun 5 yaş olduğunu və birinci səfər zamanı dənizdə baş verənləri xatırlayır. Uşaq balığı çıxarmaq istəyəndə dənizə düşür, boğulma təhlükəsi ilə üzləşir. Ona kömək eləyib balığı çıxaran da qoca olur. Yəni onun həyatını bir dəfə xilas eləmişdi artıq Manolinin. Və qoca bunları danışandan sonra bu hadisələri onun xatırlayıb xatırlamadığını bilmək istəyir. Deyir ki, 5 yaşında idin, az qalmış dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxardın, başladı çırpınmağa, az qaldı qayığı sındırıb tikə-tikə eləsin. Deməli, böyük bir balıq imiş. Yadındadır, o da deyir, əlbəttə yadımdadır, yaman çırpınırdı. Quyruğu ilə elə vurdu ki, qayığın oturacağı sındı. Amma sən də o ki var, topuzla əzişdirdin onu. Məni də götürüb qayığın burnuna tulladın. Özün də təpədən dırnağa qan içindəydin, yəni balığın qanı. Doğrudan mı yadında belə yaxşı qalıb? Ya mən sonralar nağıl eləyəndə eşitmisən? Sənlə dənizə çıxdığım birinci gündən bəri olub keçən hər şey yadımdadır. Qoca balıqçı günün altında qalmaqdan qan çəkmiş gözləri ilə oğlanı oxşadı. Yəni gözləri ilə sanki onun başına sığal çəkir, gözləri ilə. Onun baxışlarındakı etibar, onun baxışlarından etibar və məhəbbət yağırdı. Yəni gözləri ilə onu sevəliyir də bir sözlə. İkinci hissə gəlir. İkinci hissədə isə deməli, nə olur? Ümumiyyətlə, qoca balıqçı oğlanın bu diqqəti, sevgisi qarşısında çox sevinir. Və oğlana sevgisini bildirmək məqsədi ilə onun nə üçün yanına geri qayıtmamağının səbəblərini izah edir. Əgər doğma oğlu olsaydı, heç nəyə fikir vermədən onu özü ilə dənizə aparır. Bu, bunu birbaşa üzünə deyir. Bir var ki, daxilən düşünsün. Bir də var ki, bu birbaşa üzünə deyir ki, sən mənim oğlum olsaydın. Baxın, bu hissəyə baxaq.
Biraz susandan sonra səsində mehribanlıq duyulan qoca astadan dedi. Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə aparardım. Qoca təəssüfləndi. Heyf ki, başqasının oğulsan. Özün də uğurlu qayığa düşmüsən. Yəni, bəlkə sən qayığın uğursuz olsaydı, mənim yanıma yenidən qayıda bilərdin, amma uğurlu qayığa düşmüsən. Yəni, balıq tuta bilirsiniz. Ona görə də yəni orada qalsan daha yaxşıdır. O da deyir, sardina tutmağa icazə vermirsən. Tilova taxlası yemin də yerinə bilirəm. 4 dənəsi bəsimdir. Səhər apardığım yem necə var idi, elə də qalır. Qoca da duzun içində qoymuşam. Onu qoca deyir, çünki balıq tuta bilməyib axı. Qoy gedim 4 dənə təzəsini gətirim. Ona bir dənə gətir. Qoca ümumiyyətlə bir var, heç razılaşmazsın. Bir də var deyir ki, bir dənə gətirərsən. O da deyir, yaxşı. Qoca israrla deyir ki, icazə ver 2 dənə gətirim. Deyir, yaxşı, 2 dənə gətir. Qoy sən deyən olsun. Qoca onun xətrinə dəymək istəmədi. Sonra ehtiyatla soruşdu. Olmaya balıq yemini oğurlamısan? O da deyir, yox valla, pulumla almışam. Girmək keçsəydi, yəni əlimə keçsəydi oğurlayardım. Qonaqlıq üçün çox sağ ol. Qoca ona təşəkkür edir. Və davam eləyək. Qoca çox sadə, baş aşağı, təmiz ürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə olduğunu bilməzdi. Bu da onun hörmətini daha da artırırdı. Deməli, əslində, hər kəsin içində hörmətə sahib bir insan idi qoca. Bunun da səbəbi onun təvazökar olmağı, baş aşağı olmağı, təmiz ürəkli olmağı, kələk, hiylənin nə olduğunu bilmədiyini göstərir müəllif. Qoca deyir ki, ləpə elə belə qalsa pis olmaz. Sabah hava yaxşılaşar. Deməli, ləpə belə qalsaydı deyir, yəni deməli ləpə sakit idi, dəniz sakit idi. Deyir, belə qalsa pis olmaz, sabah hava yaxşılaşar və deyir, sabah balığa hara gedəcəksə, o da deyir, fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri qayıda bilərəm. Qoca olana sabah balıq tutmaq üçün lap uzaqlara getmək fikrində olduğunu bildirir. Həm də niyyəti hava açılmadan dənizə çıxmaq idi. Çünki külək istiqamətini dəyişmədən daha rahat geri qayıtmaq istəyirdi. Və oğlan da deyir ki, mən də bəlkə işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim. Gülümsüyür, qarmağına iri balıq keçsə köməyinə gələrik. Yəni oğlana, daha doğrusu Santiago'ya deyir ki, sənin qarmağına iri balıq keçsə köməyə gələrik. Amma elə bir şey olmur təbii ki. Və burada nədən danışır? Deyir ki, o sahildən çox uzaqlaşmır. Yəni onu balıqçısı nəzərdə tutur. Manolinin balıqçısı nəzərdə tutur ki, sahildən çox uzaqlaşmır Santiago deyir. O da deyir, elədir. Oğlan razılaşır ki, bəli, elədir. Bəlkə bu dəfə şirinlikdirib apara bildim. Gözləri yaxşı görmür. Deməli, bu balıqçının gözləri yaxşı görmədiyi üçün uzaqda uçan quşları balıq kimi göstərir və onu aldatmağı düşünür. Yəni, Manolin qocanı, daha doğrusu balıqçını, öz balıqçısını aldatmağı düşünür ki, bəs gözləri yaxşı görmür. Uçan quşları göstərib deyəcəm ki, balıq var. Balıq üçün dünyanın lap o başına da gedər. Yəni, şirinlikləndirmək məqsədi ona görə güdürdü, balıqdan ötürü. Amma tək balıqdan ötürü deyil, sırf qocanı, Santiago'nu da görmək üçün idi bu. Yəni, bu dərəcədə pis görür, kördür da, qəribədir deyə mızıldadı qoca. Və o ki, ömründə çanaqlı bağa tutmağa getməyib, yəni tisbağadan söhbət gedir. Gözləri niyə xarab olsun? Deməli, belə bir qənaətə gələ bilərik ki, qocaya görə çanaqlı bağa tutmağa gedən insanların gözləri zəif görür. Çünki çanaqlı bağa tutmağa gedəndə qoca ona görə, yəni balıq nə idi? Balıqçıların gözləri kör olur. Qocanın da Moskit sahillərinə vaxtilə çanaqlı bağa tutmaq üçün getdiyi halda gözlərinin hələ də xarab olmamağı, hətta məşəl kimi yanması oğlana qəribə gəlir. Çünki oğlan özü deyir, daha doğrusu Santiago özü deyir ki, bəs ömründə çanaqlı bağa tutmağa getməyib, gözləri niyə xarab olsun? O da deyir ki, sən ki, neçə il Moskit sahillərinə gedib çanaqlı bağa tutmusan, bəs niyə gözlərin kör olmayıb, məşəl kimi parıldayır? O da deyir ki, bunun da səbəbini izah edir ki, mən qəribə qocayam. Qoca çanaqlı bağa tutduğu halda gözlərinin xarab olmadığı üçün özünü qəribə qoca adlandırır. Sonra deyir ki, birdən çox iri balığa rast
gəlsən bu hissədəyik, tutub çıxarmağa gücün çatar. O da deyir ki, mənə elə gəlir çatar. Bu işdə gücdən çox fənd lazımdır. Yəni deyir ki, qoca balıqçı düşünür ki, balığı tuta bilmək üçün gücdən daha çox fənd lazımdır. Və həqiqətən də o 4 dənə fənd işlədir o balığı tutmaq məqsədi ilə. Deyir şeyləri yavaş-yavaş aparaq evə, oğlan ayağa durdu. Oradan da mən toru götürüb sardina tutmağa gedərəm. Yəni buna söz verdiyi o sardinaları tutmağa gedəcəyini deyir. Və qoca indi səhər tezdən qaranlıqda çıxacaqdı. Dənizə çıxanda hava qaranlıq idi və başqa qayıqlar da hərəkətdə idi. Yəni tək o deyildi, başqa qayıqlar da hərəkət eləyirdi. Gəlin o təsvirlərə baxaq. Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü. Sinəsini qabağa verib başını əydi. Suyu yara-yara dənizə çıxdı. Hava qaranlığı idi. Səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu. Birazdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin, baxın dənizi səxavətli adlandırır müəllif. Əli açıq yəni. Çünki burada bayaq mən qeyd elədim, bəzən dəniz nələrisə verən, nələrisə alandır. Və səxavətli dənizin tükənməz nemətindən bir balıq qoparmaq ümidi ilə hərə bir yönə üz tutur. Qoca balıqçı bugün çox uzaqlara getməyi fikrində tutmuşdu. Okeanın səhər havası, uçsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı. Deməli, həm okean, həm dəniz olaraq qeyd eləyir. Bəzən bilirik ki, bəzi dənizlər okeanda yerləşir, okeanın özündə yerləşir. Buna görə həm dəniz, həm okean sözlərindən istifadə eləyir. Və okean səhər havası, uçsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı, deyir. Qaranlıq olsa da qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu. Səhərə az qalmışdı deməli. Səhərin yaxınlaşdığını duyur və avar tərpəndikcə qayıq irəliləyir. Balıqlar sudan sıçrayıb ətrafa havada mayallıq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Deməli, bəzi balıqlar sudan çıxır, təzədən suya baş vurur. Bu da sanki uçur kimi görünür. Yəni, üzgəci vıyıldayır, sanki uçur göydə. Qoca qanadlı balıqları dənizin üstündə. Göydə demək biraz abartılı, şişirdilmiş olar. Yəni, dənizin üstündə. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Deməli, qanadlı balıqları xüsusi bir sevgi ilə sevir. Bunun səbəbi nə idi? Onlara dost kimi baxırdı. Quşları sevsə də onlara daha çox yazığı gəlirdi. Qoca su qaran quşları ilə öz həyatını müqayisə eləyir burada. Onların həyatını daha ağır hesab eləyir. Okeanın amansızlığı qarşısında su qaran quşları kimi zəif bir quşun nə üçün var olduğunu sorğuluyur. Neylərdən ilahidə də var idi belə bir məqamlar. Məsələn, dehqanları əgər bəylər, bəyzadələr torpağın xeyrini görəcəkdirsə, onda dehqanları toxum əkməyə neyinirdi? Yəni, toxum əkməyə kəndliləri neyinirdi? Güclünün qarşısında zəifi neyinirdin? Yəni, bir sözlə, orada da Allahdan sorğuluyurdu müəllif, Allahı sorğuluyurdu. Burada da həmçinin hesab soruşurdu. Burada da həmçinin qoca soruşur ki, bəs dənizin belə okeanın belə amansızlığı qarşısında su qaran quşları kimi zəif bir quşun nə üçün var olduğunu sorğuluyur. Dəniz bəzən mərhəmətlidir, bəzən isə qəzəblidir. Dəniz qəzəbli olanda bu quşlar yem axtarmaq üçün dənizə baş vurur. Xırda balıqları ovlayırlar, ancaq heç nə əldə etməyəndə civildəyirlər, fəryad qoparırlar. Onlar sanki şikayətlənib dərdləşirlər bir sözlə. Və daha sonra deyir ki, qoca fikirləşir ki, yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. Əlbəttə, yırtıcı quşları demirəm. Yırtıcı quşlar onsuz da həyatını məsələn, ovovlamaqla keçirir. İndiki okeanın belə amansızlığı, indiki okean belə amansızlığı, su qaran quşu kimi zəif quşu niyə yaradıb? Niyə yaradılıb?
Doğrudur, dəniz çox vaxt mərhəmətli olur, amma coşanda özünü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalarda dənizə baş vurmalı olur. Dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardılar. Elə bir şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir deyir. Yəni bir sözlə heç nə hesab eləyir də bu cılız məxluqu. Yəni quşu. Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu La Mar, pəri deyə əzizləyirlər. Arabir acıqları tutanda pisləsələr də çox vaxt hörmətlə yad edirlər. Və deməli onu bəzən pisləyirlər, bəzənsə hörmətlə yad edirlər. Söhbət dənizdən gedir, yəni qocadan deyil. Köpək balığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqla balıq tutmağa gedən cavanlar dənizdə həmin bu cavanlar dənizə rəqib kimi baxırdılar. Dənizə rəqib kimi baxan kim idi? Cavanlar idi. Nə vaxt motorlu qayıqla dənizə köpək balığı və yaxud hansısa bir balıq ovlamağa gedəndə o zaman rəqib kimi baxırdılar. Onlar lazım olmadı dənizi lənətləyirdilər. Yəni istər yaxşı olsun, istər pis olsun onu lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi. Onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insanoğluna nələr vermir? O nə qədər səxavətli, nə qədər lütfkardı. Dəniz qəzəblənib qocanı incidəndə üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Burada cavan balıqçılarla məhz bu qoca balıqçını müqayisə eləyir və qoca həqiqətən dənizi ürəkdən sevir. Onun üçün dəniz hər şey idi. Ona ilahə kimi baxırdı. Dəniz qəzəblənib qocanı incidəndə belə, ona heç nə verməyəndə belə qoca yenə şikayət eləmir. Bunu dənizin təbiəti ilə əlaqələndirir. Yəni normal qarşılayır. Yəni dəniz onsuz da belədir də. Bu onun xarakteridir. Bir sözlə necə ki əqrəb və çanaqlı bağada əqrəbin xarakteri sancmaq idi. Bu normal bir hal idi. Burada da həmçinin dənizin bəzən coşub nələrsə məhv eləməyi, bəzənsə səxavətlə ona insanlara nələrsə verməyi bu normal bir haldır. İspaniyada dəniz aşiqləri dənizi La Mar deyə, yəni pəri deyə əzizləyirlər. Ancaq acıqları tutanda onu pisləyirlər. Qalan zamanlarda isə yenə hörmətlə yad edirlər. Bəzi cavanlar ona rəqib kimi baxırlar. Onlar lazım olmadı, dənizi lənətləyirlər. Və daha sonra deməli, qoca dənizi ürəkdən sevirdi, bu hissəni dedik. Dəniz qəzəblənib onda dedik. Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Ləpə qayığa aparırdı. Tilovlardan birincisi 40, ikincisi 75, üçüncüsü 100, dördüncüsü isə 125 dəniz sajeni dərinliyə düşdü. Deməli, birinci neyinir? Tilovları atır. Gəlin bu tilovların ölçülərinə baxaq. Əslində bu ölçülər filan düşməyəcək, amma yenə də hər ehtimala qarşı deyəcəyik də biz bunu. Əvvəlcə deməli neyinir? Bu tilovları atır. Tilovların da hər biri, bax bu birinci fəndir, hesab eləmək olar. Birinci qurduğu fənd nədir? Qarmaqları əvvəlcə neyinir? Tilovları daha doğrusu suya atır. Qarmaqlara yem keçirdir, tilovları suya atır. Və tilovlardan birincisi 40-dır, ikincisi 75-dir. Bu arada qayığı ləpə aparır. Yəni özü avarla eləmir ha. Çünki bunun əli boş deyil axı. Tilov atır dənizə. Birinci növbədə neyinir? Birinci neyiniyəcək? Yadda saxlayın. Birinci balıqçı neyiniyər? Təbii ki, tor atar, tilov atar. Birinci neyinir? Tor yox, tilov atır, əməlli başlı. Yem keçirir, balıq yemi tilova. Sonra isə onu atır. Tilovlardan birincisi 40, ikincisi 75, yavaş-yavaş böyüyür. Üçüncüsü 100, dördüncüsü isə 125 dəniz dərinliyində, dəniz sajeni dərinliyinə düşür. Qoca qarmaqlara cərgə ilə sardina taxır. Yəni birinci sıra ilə nə taxır? Sardinaları taxır. Onların hamısının gözünü qarmağa keçirir. Deməli, hamısının da gözlərini qarmağa keçirmişdi. Beləliklə qarmaqlar yarım dairə yem çələngi əmələ gətirir. Yarım dairə formasında. Yəni bu formada təxminən, baxın belə,
bir yem çələngi əmələ gətirir. Bu da tutaq ki, tilovdur, qarmaqdır deyək. Bura keçirir, yarım dairə eləyir. Daha sonra nə edir? Bunda məqsədi həm iri balıqları yemə cəlb eləməkdir. Yəni, bu sardin axı balaca balıqdır. Onun bir dənəsi qarmağa keçirsə, gəlib onu bir balaca balıq tuta bilər. Amma yarım dairə halına salanda böyük görsənəcək yem. Onu balaca balıq yaxınlaşmayacaq. Böyük balıqlar yaxınlaşacaq təbii ki. Balaca balıq necə tutsun böyük balığı deyək də yemi. Deməli, məqsədi iri balıqları yemə cəlb eləməkdir. Çünki balıq yemə yaxınlaşanda ətrafında eyni dadı, ləzzəti hiss edib, əsas yemə yaxınlaşmaqdan qorxmayacaq. Tilovların əhatəsini sardinalarla əhatə eləyir, ancaq əsas balığın ağzına keçəcək qarmağa sırayla nələri düzür? Gəlin, baxaq. Birinci tilova, yəni 40 sajen dərinliyə atdığına skrumbiya taxır. Əvvəlcə istifadə etdiyi, yəni skrumbiya taxır. Skrumbiyanı görmüsünüz yəqin ki, skrumbiya balığını, hətta özünüz də yeyirsiniz, qara balıqdır. Birinci tilova məhz bunu taxır, 40 sajen dərinliyə atdığına. İkinci tilova isə 75 sajen dərinliyini atdığına sarı ümrin balığı taxır. Birinci skrumbiya, sonra sarı ümrin balığı taxır. Bu da əvvəldə istifadə olunmuşdu. Üçüncüsü 100 sajen dərinliyini atdığına isə təzə tunes balığı, yəni böyüdükcə, sajen dərinliklər böyüdükcə balıqların da həcmi böyüyür, ölçüsü böyüyür. Eyni zamanda təzəliyi də. Baxın, yeni olan, əvvəldə istifadə olunan başqa, yeni olan başqa. Oğlan verdikləri təzə tunes balıqları idi. Həmin bu təzə tunes balıqlarını sonuncu, yəni 3-4-cü qarmaqlara taxır. Biri 100, bir də 125 sajen dərinliyini atdığına taxır təzə tunes balıqlarını. Yeni idi bunlar. Bundan qabaqki skrumbiya buzlu balıqdır, o biraz köhnə sayıla bilər. Eyni zamanda sarı ümrin balığı da köhnə hesab oluna bilər. Bunlar köhnə idi, əvvəl istifadə olunmuşdu. Və qoca deməli nə edir? Qeyd elədik bunları. Qoca marlin balığının 100 sajen dərinliyində olan tilova keçdiyini hiss edir. Deməli, üçüncü tilovu var idi ki, 100 sajen dərinliyində təzə tunes balığı taxmışdı ona. Həmin o qarmağa qoca deməli marlin balığının tilova keçdiyini hiss edir. O artıq hansı balığın belə, gör necə təcrübəli bir insandır ki, baxın burada deyir qocanın səriştəli balıqçı olduğunu nədən bilmək olar? Adicə görmədiyi bir balığı hiss eləyir ki, hansı balıqdır qarmağa düşən. Bu sualın cavabı ola bilər. Bu fəsildə bu qədər uzaq ərazidə balaca balıq olmayacağını düşünür və düşünür ki, balıq iri olacaq da, iri olduğunun qənaətinə gəlir qoca. Baxın, burada qeyd olunur. Oğlanın verdiyi təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi. O bir iki bunları da dedik. Qələm yoğunluğunda yaşıl elastik çubuqlar kəndirə bağlamışdı. Balıq qarmağa toxunan kimi çubuq suya eləcəkdi. Kəndirə hər iki dəniz sajeni uzunluğunda iri, deməli daha doğrusu 2 ip də bağlanmışdı. Bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi. Bu da qarmağı udası balığa 300 dəniz sajeni qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi. Görək bizim bu iri balığımız hansı tilova düşəcək. 2 saat idi, günəş doğmuşdu. İndi qoca gün doğana baxanda günəş tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Yəni dəniz onun gözlərini elə də qamaşdırmır. Yəni yenə ümumiləşdirək. Burada qoca neyəcək? Hansı balıqlarla, daha doğrusu hansı balıqla söhbət eləyir, hansı hissləri keçirir? Gəlin bunların hər birinə baxaq. Qoca fikirləşir ki, deməli bunun olduğu yerdə, qocanın olduğu yerdə yalnız 3 qayıq var. Onlar da zorla seçir. Elə bir sahildən qopmayıblar. Qoca çox uzaqlaşıb əslində. Və fikirləşir ki, lap uşaqlıqdan gün gözümü qamaşdırır, amma gözlərim hələ də yaxşı görür. Xarab olmayıb. Gün batanda düz ortasına baxıram. Gözlərimə qaranlıq çökmür. Hərçənd günəş qürub çağı da bərk şöhlələnir.
telləri adamın gözünə batır. Yəni günəş batanda da adamı yandırır da bir sözlə. Amma buna baxmayaraq mən günəşin düz ortasına baxa bilirəm. Bu qocanın başından keçən fikirlər idi. Yəni onun əvvəldə də gördük ki, gözlərində gənclik ehtirası var idi. İndi də özünün danışığından görürük ki, gözləri həqiqətən də bu yaşda yaxşı görür. Günəş ot saçırdı. Qoca bunu peysərinin yanmağından, yəni boynunun yanmağından duyurdu. Avar çəkdikcə kürəyindən tər sel kimi axırdı. Yəni əslində günəş ona təsir eləyir. Daha sonra davam eləyək. İndi biraz yatıb dincələ bilərəm. Hər ehtimala qarşı kəndiri də ayağımın baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Yatmaq istəyir o. Axın özü qayığa aparacaq. Bugün düz 85-ci gündür. Mütləq balıq tutacağım. Bax 84 gün gedirdi. 85-ci gün idi çıxmışdı və Manolin yanında yox idi yenə. Bu vaxt gələn varı yaşıl çubuqlardan biri suya sarı əyildi. Deməli balıq tutub, qarmaq tutanda o əyilir. Yəqin ki, tilov görmüsünüz. Bəzən ona şar kimi bir cisim də bağlayırlar. Balıq onu tutanda o suya girir. Qarmağa keçəndə suya girir o. Bu vaxt gələn varı yaşıl çubuqlardan biri nə olur? Suya sarı əyilir. Bax belə, mən istəyən də elə budur. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib kəndiri qaldırdı. Sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu. Kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlin balığı 100 dəniz sajeni dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi. Deməli, bayaq dediyim kimi, 3-cü tilova, deməli, marlin balığı düşmüşdü. Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. İlin bu fəslində sahildən bu qədər uzaqda balaca balıq olmaz. Yəqin bu çox yekə balıqdır. Ye balığım, ye. Baxın, balıqla söhbət eləyir. Ye sardinanı, yaxşı-yaxşı ye. Yem təzədir, 600 fut dərinlikdə. Yəqin yerin çox soyuqdur, üşüyürsən, qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevirir, sonra əvvəlki vəziyyətini al, yenə ye, deyir. Deməli, balığınla danışır bu qoca və ondan yemi daha yaxşı yeməyini istəyir. Balıq sardinaları yeyəndən sonra tilova gəlmir. Kəndir tərpənməyəndə qoca nə baş verdiyini başa düşə bilmir və deyir ki, görünür balıq sardinaları qarmaqdan qopara bilmirdi, sonra heç nə baş vermədi. Qoca səsləndi. Gəl görüm bir də. Hə, yaxşı ilə. Qoy ləzzətli səni məst eləsin. İştahla ye. Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes biraz bərk olsa da ləzzətlidir. Balığım, çəkinmə ye. Kəndiri baş barmağı ilə şəhadət barmağı arasında tuta-tuta qoca başqa kəndirlərə, iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi. Yeyəcək, ağzı nədir yeməsin? Qoca qışqırdı. Allah özü ona ruzi yetirib. Yox, balıq tilova gəlmədi, harasa getdi. Kəndir daha tərpənmədi. Qoca heç nə başa düşmədi. Gedə bilməz. Həzrət İsa özü onu getməyə qoymaz. Deməli, burada qoca İsa'nın ona kömək olacağını düşünür. Həzrət İsa'nın adı burada da keçir. Güşqıl əsərində də var idi. Onun haqqında rəvayətə müəllif müraciət eləmişdi. İsa Peyğəmbərlə bağlı. Və İblis əsərində də var idi, orada Yusif olaraq adda qeyd olunmuşdu İsa haqqında. Hətta belə deyək də, qocanın orijinalda görürük ki, yaşadığı daxmada divardan onun ölmüş yoldaşının uşağı yox idi, arvadı var idi, arvadı da ölmüşdü. Onun şəkli ilə yanaşı Məryəmin də şəkli var idi. İsa Peyğəmbərin anası Məryəmdən söhbət gedir. Onun anası da var idi. Bu İsa'nın ona kömək olacağını düşünür. İsa balığı getməyə qoymayacaq, qocaya kömək olacaqdı. Qoca balığın sadəcə yerin dəyişdirdiyini güman eləyir və gümanında da yanılmır. Bu onun elə yenə təcrübəli balıqçı olduğunu göstərir. Deyir, Həzrət İsa onu getməyə qoymaz, bunu dedik.
Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi. Mən dedim, axı yerin dəyiş, tilova gələcək. Balığın kəndiri yenə yavaşça tərpətməsi qocanı sevindirdi. Ancaq gözlənilməz ağır təkandan balıqçı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi. Qoca kəndiri buraxdı. Kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən balığın nəhəngliyini açıq, aydın hiss edirdi. Deməli, bizim bu sevimli balığımız qocanın atdığı 3-cü, yəni 100 sajen dərinlikdə olan tilova düşmüşdü bu balıq. Yəni, bu böyük balıq əslində 3-cü tilova düşmüşdü. Nə birinci, nə ikinci, nə də 4-cü. Məhz 3-cü tilova düşmüşdü. Və bu ağırlığı hiss eləyən qoca təəccüblənir və deyir ki, bu balıq nə boydadır? Təəccüblə mızıldandı. Görünür, qarmağı köndələrinə udub, o da ilişib ağzına. İndi qurtulmağa can atır. Kəndiri qırıb qaçmaq istəyir. Qoca fikirləşir, dönüb qarmağı udacaq, ancaq düşündüyünü dilə gətirməyə qorxur. Ona elə gəlirdi ki, burada ümumiyyətlə inancları var qocanın. Necə ki, Talvar əsərində də Əli Abbas kişinin özünə məxsus inancı var idi. O deyirdi ki, bəs xartut parçalananda tutu yerdə qoymaq olmaz bir dənəsində, günahdır. Bu onun öz düşüncəsi idi. Heç bir kitabda, heç bir Quranda belə bir şey yazılmayıb, heç bir müqəddəs kitabda. Sadəcə onun öz inancı idi. Burada da qocanın özünə məxsus inancı var. O deyir ki, bəs arzunu dilə gətirəndə o arzu baş tutmur. Yaxşısı budur, ürəyində saxlayasan. Və baxaq görək harda qalmışdıq. Ona elə gəlirdi ki, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağa sancılı tunesi də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu biraz da yaxşı duyurdu. Ağırlıq birdən artdı. Qoca kəndiri boşaltdı. Sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı. Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı. Əməlli başlı tutdu deyə qoca rahatlandı. Daha sonra kəndiri dənizə buraxa-buraxa sol əli ilə 2 kələfin kəndirini açıb, ikinci çəngəlin daha doğrusu ehtiyat kələfinə caladı. İndi o nəhəng balıqla vuruşmağa hazır idi. Deməli, qoca yenidən xəyalən balıqla danışır. Balıqdan qarmağı daha yaxşı udmağını, daha sonra suyun üzünə çıxmağını istəyirdi. Belə deyək də, o ümumiyyətlə balığı ələ keçirsə belə onu tutmaq üçün tələsmir. Çünki təcrübəli bir balıqçı idi. Ehtiyatlı davranmaq üçün əvvəldən ehtiyat iplər hazırlamışdı. Balıq qarmağı tam udana kimi səbirlə davranır və daha sonra onu tutmağı bacarır. Ümumiyyətlə, qarmağa keçirməmişdən qabaq, axı balıq hələ ipi başqa cür qarmağa tam yapışmamışdı. Balıq var idi qarmağın ucunda. Bu istəyir ki, qarmağa tam keçsin, daha sonra tutsun. Ona görə də səbirli yanaşır. Dənizə buraxdığından başqa hər biri 40 dəniz sajeni uzunluğunda 3 ehtiyat kələfi var idi. Biraz da ud görək. Qoca xəyalən balıqla danışırdı. Yaxşı-yaxşı ud. Elə ud ki, qarmağın ucları gedib düz ürəyinin başına batsın. Sonra da suyun üzünə çıx ki, nizəni böyrünə sancım. Oldu, hazırsanmı? Çox yeyəcəksən. Daha bəsdir. Qoca deməli, bu xəyalən danışır, beynində danışır. Bir də var ki, dilinə gətirsin. Bayaq dediyim hissə, bax bu hissə. Bu hissə onun xəyalən danışdığı hissədir. Beynində danışdığı hissədir. Bu isə dilinə gətirdiyi hissədir. Deyir, daha bəsdir. Qoca qışqırdı. Kəndiri 2 əli var gücü ilə özünə tərəf dartıb bir yard qədərini geri yığdı. Sonra ipi bir neçə dəfə tərpətdi. Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaqlaşırdı. Qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox möhkəm idi. O bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyini aşırıb tarıma çəkdi. Ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi. Bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı. Balıq durmadan üzür. Qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi. Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəlmirdi. Gecə yarısı 2 donuz
dəniz donuzu mayallaq vura-vura qayığın böyür başında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fısıldayırdı. Qoca dedi: "Yaxşı heyvanlardır, oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi bunlar da biz insanlara yaxındır." Deməli, həm dəniz donuzlarını, həm də qanadlı balıqları insana yaxın hesab eləyir. Gəlin belə deyək, ümumiyyətlə birinci dəfə balığa təslim olur qoca. Onunla mübarizə aparmır. Balıq getdiyi istiqamətə qayığı da aparmağa davam edir. Hətta üzüb getdikcə qayıqdan uzaqlaşır balıq. Qocanın isə onu geri qaytarmağa fiziki gücü çatmır. İpləri məqsədli şəkildə uzun eləmişdi əvvəldən. Amma yenə də ona gücü çatmır təbii ki. Balıq hara gedirsə, o da qayığı, yəni onun istiqamətində idarə etməli olur. Hətta heç idarə eləmir, balıq özü aparır o qayığı. Hətta bunun orijinalında görürük ki, əsərin orijinalında görürük ki, günlərlə o balıq istədiyi yönə aparır qayığı. Hətta qoca, yəni aclıqla üzləşir, orada çiğ sardinaları, skrumyaları yeməli olur, əli yaralanır, əlini bir əlindən hərəkət eləməli olur, suda saxlayır, deyir bizim buraların lehimli suyu yaxşıdır, yaranı tez sağaldır, o mikrob düşməyə qoymaması üçün tez-tez duzlu suda saxlayır, dənizin suyunda saxlayır. Həm qanı çəkilsin, həm də mikrob düşməsin. Və əslində qocanın öz tutduğu balığa yazığı da gəlir. Baxmayaraq ki, deyir ki, qarmaq düz ürəyinin başına sancılsın, mən səni tez tuta bilim. Amma tutduğu balığa yazığı gəlsə belə onu xalis bir möcüzə hesab eləyir. Balığın yaşı qocaya maraqlı gəlir ki, bu görsən bunun yaşı nə qədərdir, tutduğu digər balıqlardan nə ilə fərqlənir. Yəni bunları düşünür qoca.